Salam, əziz və parıltısı ilə hər yeri işıqlandıran, anadan gəlmə lider olan əzəmətli şirlər. Avqustun 3-dən 9-na qədər olan bu isti və qürurlu yay həftəsində ulduzların sizin üçün hazırladığı möhtəşəm səhnəyə gəlin birlikdə, tələsmədən və bütün əzəmətimizlə nəzər salaq. Həftəyə qədəm qoyduğumuz ilk anlardan bazar ertəsi səhər oyanan kimi o daxilinizdəki o od elementinin gücü bütün varlığınızı bürüyəcək, sanki hələ yataqdan qalxmamışdan əvvəl belə beyninizdə böyük planlar, qələbə ssenariləri yazılmağa başlayacaq. Sizin üçün həyat sadəcə bir yaşayış deyil, o üzərində başrol oynadığınız böyük və parlaq bir səhnədir, hər zaman diqqət mərkəzində olmağı, ətrafdakıların heyran baxışlarını üzərinizdə hiss etməyi sevirsiniz. Səhər kofeni və ya çayınızı içərkən gün ərzində görəcəyiniz işləri göz önünə gətirəcək, hansı iclasda necə danışacağınızı, kimə necə təsir edəcəyinizi əvvəlcədən planlaşdıracaqsınız. Düzdür, sizin bu qürurlu və hökmlü təbiətiniz bəzi insanlara həddindən artıq iddialı görünə bilər, amma əsla başqalarının sizin parlaqlığınızı kölgədə qoymasına imkan verməyin. İş həftəsi başlayanda iş yerində və ya fəaliyyət göstərdiyiniz sahədə liderliyi ələ almaq, yeni bir layihənin başçısı olmaq üçün qarşınıza gözəl imkanlar çıxacaq. Sizin idarəçilik qabiliyyətiniz, hər şeyi qüsursuz şəkildə həll etmək istəyiniz hər zaman rəhbərliyin diqqətini çəkir, lakin bu həftə diqqət etməli olduğunuz ən vacib məqam budur, ətrafınızdakı insanlara yuxarıdan aşağı baxmaqdan, onları hər xırda səhvə görə sərt şəkildə tənqid etməkdən uzaq durun. Çünki əsl lider yalnız gücü ilə deyil, həm də ətrafındakılara qucaq açması, onları başa düşməsi ilə ucalır. Kimsə iş yerində sizin sözünüzü kəsərsə, yaxud fikrinizlə razılaşmazsa, dərhal daxilinizdəki o şir nəriltisi oyanmaq istəyəcək, səsinizin tonunu qaldırmağa can atacaqsınız. Bax, məhz həmin o saniyələrdə dərindən nəfəs alıb, mən haqlı olduğumu sübut etmək üçün qışqırmalı deyiləm, səssiz qürurum onsuz da hər şeyi deyir, deməyi bacarmalısınız. Çərşənbə axşamına doğru diqqətiniz bir qədər də yaradıcılıq məsələlərinə, özünüzü ifadə edə biləcəyiniz sahələrə yönələcək. Sizin içərinizdə tükənməz bir sənətkar, hər şeyi gözəlləşdirmək istəyən estetik bir ruh var, bəlkə də bu günlərdə görünüşünüzdə, üslubunuzda, saç düzümünüzdə ya da geyim tərzinizdə kiçik, amma təsirli bir dəyişiklik etmək ürəyinizdən keçəcək. Yeni bir parıltı, diqqət çəkən bir aksesuar sizin o krallara layiq auranızı daha da gücləndirəcək. Həftənin ortalarına irəlilədikcə, çərşənbə və cümə axşamı günlərində sosial həyatınız, dostluq əlaqələriniz və sevgi məsələləri ön plana çıxacaq. Siz təkliyi sevən bürc deyilsiniz, hər zaman ətrafınızda sizi tərifləyən, sizinlə vaxt keçirməkdən zövq alan insanların olmasını istəyirsiniz, bu həftə dostlarınızın təşkil edəcəyi hər hansı bir məclisdə, ad günündə və ya şam yeməyində o gecənin ulduzu məhz siz olacaqsınız. Sizin o şən gülüşünüz, maraqlı hekayələriniz və səxavətli qəlbiniz insanları maqnit kimi özünə çəkir. Sevgi həyatınıza gəldikdə isə, şir bürcü üçün sevgi hər zaman ehtiraslı, dramatik və kinoteatr səhnələrini xatırladan bir hissdir. Əgər həyatınızda kimsə varsa, uzun müddətdir birlikdə olduğunuz həyat yoldaşınız və ya sevgiliniz mövcuddursa, bu günlərdə ona qarşı nə qədər səxavətli olduğunuzu, onu necə dəyərləndirdiyinizi göstərmək üçün əla fürsətlər yaranacaq. Lakin unutmayın ki, bəzən münasibətdə hər şeyin sizin istədiyiniz kimi olmasını tələb etmək, partnyorunuzun fikirlərinə kifayət qədər hörmət qoymamaq aranızda görünməz divarlar yarada bilər. Münasibət bir tərəfli idarə olunan krallıq deyil, o iki bərabər hüquqlu insanın qurduğu ortaq dünyadır. Partnyorunuza özünü dəyərli hiss etdirmək üçün ona da söz haqqı verin, onun arzularına dəstək olun. Yox, əgər subaysınızsa, hazırda həyatınızda xüsusi biri yoxdursa, bu həftə gözlənilməz bir yerdə, qlamur bir tədbirdə ya da çox şik bir restoranda elə bir insanla qarşılaşa bilərsiniz ki, onun da baxışları, duruşu eynilə sizin kimi qürurlu və heyran edici olacaq. İlk baxışdan aranızda güclü bir elektrik, bir-birini çəkən bir cazibə yaranacaq, çünki siz sıradan insanları deyil, məhz özünüzə layiq olan, güclü və parlaq şəxsiyyətləri sevirsiniz. Bu tanışlıq sonradan uzun müddətli və ehtiraslı bir hekayənin başlanğıcı ola bilər, kifayət qədər ki, hər şeyi dərhal idarə etməyə çalışıb qarşınızdakı insanı sıxışdırmayasınız. Maddi məsələlərdə isə bu həftə olduqluq səxavətli, bəzi hallarda isə həddindən artıq israfçı ola bilərsiniz. Şirlər pulu qazanmağı bacardıqları qədər, onu gözəl xərcləməyi, özlərinə və sevdiklərinə ən bahalı hədiyyələr almağı, lüks restoranlarda yemək yeməyi çox sevirlər. Axı siz krallara layiq yaşamaq istəyirsiniz.
Lakin avqustun bu həftəsində cibinizdəki balansla bağlı bəzi gözlənilməz xərclər ortaya çıxa bilər, ona görə də hər şeyi ehtiyatsız şəkildə sağa-sola dağıtmaq əvəzinə büdcənizi biraz nəzarətdə saxlamaq gələcəyiniz üçün daha məqsədə uyğun olar. Əgər hər hansı bir sərmayə qoymaq, böyük bir alış-veriş etmək niyyətindəsinizsə, cümə axşamına qədər gözləyin və bütün detalları diqqətlə hesablayın, çünki tələsik atılan addımlar sonradan sizi peşman edə bilər. Cümə günü gəlib çatanda artıq həftə boyu səhnədə olmaqdan, hər kəsin yükünü çiyinlərində daşımaqdan yorulmuş o daxilinizdəki məğrur şir dincəlmək, öz təcrid olunmuş sarayına çəkilib rahat nəfəs almaq istəyəcək. Bütün həftənin o intensivliyi, iş gərginliyi və diqqət mərkəzində olmağın yaratdığı yorğunluq sinir sisteminizi bir qədər yorub, ona görə də həftə sonu planlarınız tamamilə istirahət, lüks rahatlıq və özünüzü şımartmaq üzərində qurulmalıdır. Şənbə və bazar günləri telefonunuzu mümkün qədər uzaqda saxlayın, işlə bağlı zənglərə cavab verməyin, çünki dünya bir neçə gün sizsiz də idarə oluna bilər. Özünüzə ən yaxşı oteldə bir spa günü hədiyyə edin, masaj olun, bədəninizdəki bütün o gərginliyi, çiyinlərinizə düşən o ağır yükləri masajistlərin əlləri ilə yox edin. Sağlamlığınıza gəldikdə isə ulduzlar xüsusilə ürək nahiyənizə, qan dövranına və bel sütununuza diqqət etməyinizi tövsiyə edir. Sizin elementiniz od olduğu üçün hərarətiniz tez qalxa bilər, həddindən artıq stressdən, ürəyinizi yoran emosional gərginliklərdən uzaq durmağa çalışın. Bol su, təbii meyvə şirələri və yüngül, sağlam qidalar sizin enerjinizi bərpa edəcək. Həftənin sonunda, bazar günü axşamı dincəlib bütün gücünüzü yığdıqdan sonra qarşınıza yeni məqsədlər qoyun, çünki sizin kimi böyük xəyalları olan bir insan heç vaxt dayana bilməz, hər zaman irəliyə baxmalı, daha böyük zirvələri fəth etməlisiniz. Unutmayın ki, siz bu həyatda parıldamaq üçün dünyaya gəlmisiniz, heç kimin sizin işığınızı söndürməsinə, qürurunuzu incəltməsinə asla icazə verməyin. Özünüzə inanın, gücünüzün fərqində olun və hər zaman başınız dik, addımlarınız əmin olsun. Bu həftəlik ulduzların sizə pıçıldadıkları məhz bunlardır. Əziz və qürurlu şirlər, gələn həftənin yeni qələbələrində yenidən görüşənədək qəlbiniz həmişə od kimi isti, parıltınız heç vaxt sönməsin, özünüzə çox yaxşı baxın.